Salam, hörmətli tamaşaçılar, Patriot Newsun növbəti buraxılışı efirdədir. Sizlərlə mən Ceyhun Əliyevdir. Bugünkü verilişimiz Gəncə sakinlərinin və sürücülərimizin xahişi ilə sizlərə təqdim olunur. Hal-hazırda gördüyünüz kimi Dərmanın dairəsindən Üzeyir Hacıbəyli küçəsi ilə yollardakı bərbad vəziyyətdən sizə məlumat verəcəyəm və onun aradan qaldırılması üçün öz fikirlərimi bildirəcəyəm. Qeyd etdiyim kimi, gördüyünüz kimi, bu Üzeyir Hacıbəyli küçəsi, baxmayaraq ki, şəhərimizdə abadlaşdırma işləri aparılıbdır. Lakin belə bir çinarlı küçəmiz, necə deyərlər, yaddan çıxıbdır. Burada təmir işləri aparılıbdır. Bax, görünür. Ola bilsin ki, kanalizasiya sistemi dəyişirilibdir. Lakin bundan sonra bura asfalt çəkilməyibdir. Ona görə də çoxlu narazılıqlar var. Həm sürücülərdən və eyni zamanda da sakinlər tərəfindən. Bax, hal-hazırda göstərirəm sizə, görürsünüz də burada hansı acınacaqlı bir vəziyyətdir. Və bütün bunlar hamısı narazılığa səbəb olur. Şəhərimizdə aparılan abadlaşdırma işlərinə kölgəlik salır. Bax, bu yaranmış mövcud vəziyyət. Qeyd etmək istəyirəm ki, əsas yolları, necə deyərlər, maşından azad eləməkdən ötürü bu paralel yollardan istifadə edir sürücülər. Lakin yol bərbad olduğu üçün yenə də əsas magistral yollarımız, necə deyərlər, maşınlar hərəkət edir və tıxac yaradır. Bax, görürsünüz, indi mən sürücülərdən də müsahibə götürəcəm. Yaranmış vəziyyətlə əlaqəli, onların da fikirlərini sizlərə təqdim edəcəyim. Salam, hər vaxtınız xeyir olsun. Bax, bu getdiyiniz Üzeyir Hacıbəyli küçəsindəki yaranmış vəziyyət sürücüsünüz, sizi qane edir. Yox qadağam, bir bax gör, bura baxıb, burada maşın gedər, bir də arxaya bax. Ora bax, hələ qabaqlar görünər. Ged oranı çəkir, buranı gör, orada nə gündə durur. Oldu, sağ olun, çox sağ olun. Bax, gördüyünüz kimi maşınlar hamısı tıxaclara düşür və gördüyünüz kimi bu çox bir acınacaqlı vəziyyətdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, Bakubus da buradan hərəkət eləyir və Bakubusun da hərəkətinə ciddi, necə deyərlər, problemlər yaradır və nəticə etibarilə sakinlər də, bu ərazidə yaşayanlar bu yollardan narazılıq eləyirlər. Və hal-hazırda göstərirəm sizə, təqdim edilən Bakubus da elə gəlir. Bax, görürsünüz də, burada maşınlar bu çuxurlara görə məcbur olurlar yoldan kənara çıxmağa. Bax, Bakubusun da hərəkətini siz görəcəksiniz. Bakubus nə çətinliklə bu yollardan keçəcəkdir. Bax, fikir verin. Bax, görürsünüz də. Bax, bunlar hamısı maşınların sıradan çıxmasına gətirib çıxardır. Bax, görürsünüz. Məcburən maşınlar saxlamalı olurlar, bu çuxurlara düşürlər və nəticə etibarilə də sürücülər narazılıq eləyirlər. Hər 50 metrədən bir yolda bax, belə bir çuxurlar əmələ gəlibdir. Çünki bir daha qeyd edirəm, burada təmir işləri aparılıbdır, ancaq yolun asfaltlanması, necə deyərlər, sona çatdırılmayıbdır. İndi ona görə də biz aidiyyatı qurumlardan xahiş edirik ki, Üzeyir Hacıbəyli küçəsindəki bu mövcud vəziyyətin problemin aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər. Bax, bu yolda vəziyyət bu olduğuna görə, yenə də deyirəm, sürücülər məcburən alternativ yollar seçirlər və əsas magistral yollar da, necə deyərlər, yüklənir və bu da ki, probkaların əmələsinə gəlməsinə səbəb olur. Mövcud vəziyyət, qeyd etmək istəyirəm ki, düz 4 yola qədər gedir. Yəni, nəticə etibarilə 4 yoldan artıq demək olar ki, yollar normal qaydadadır. Asfaltlanıbdır, asfalt örtüyü çəkilibdir. Yeganə bu günləri şəhərimizdə ən bərbad vəziyyətdə olan küçələrdən biri, bax, bu Üzeyir Hacıbəyli prospektidir. Dərman Kuruğundan düz 4 yola qədər. Qeyd etdiyim ki, bax, görürsünüz, həmin prospektdəyik biz. Məsələ burasındadır ki, küçədə yaşayan sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də hələlik heç bir tədbir görülməyibdir. Bax, yolun ortasındakı çuxura biz baxırıq, izləyirik və maşınlar hər dəfə bura düşəndə onlar, necə deyərlər, sıradan çıxırlar. Ümumiyyətlə, bu küçədə maşının hərəkəti çox çətinliklə həyata keçirilir. Lakin insanlar məcburən bu küçə ilə hərəkət edirlər, yenə də deyirəm. Bax, indi Bakubus növbəti, indi özünüz görəcəksiniz də ki, Bakubus üstündə nə qədər çətin. Baxmayaraq ki, şəhərin bütün ərazilərində
Bakubus üçün yüksək səviyyədə şərait yaradılıbdır. Yollar asfaltlanıbdır və onların hərəkətinə heç bir çətinlik yaranmır. Ancaq məhz bu Üzeyir Hacıbəyli prospektində Bakubusun sürücüləri də narazılıq eləyirlər. Bax, indi sizə yaxından göstərəcəyəm. Yol artıq demək olar ki, olan asfalt da çökübdür. Çünki yenə deyirəm, burada təmir işləri aparılıbdır. Asfalt çəkilibdir. Ancaq keyfiyyətsiz olduğu üçün asfalt çökübdür. Həm çökübdür, həm də ki, çuxurlar çoxlu sayda bu küçədə var. Ona görə də bax, buradakı bərbad vəziyyət yol verilməzdir. Bax, yolu bir daha sizə göstərirəm. Bu çuxurları göstərirəm. Artıq 34 saylı tam orta məktəbin yanındayıq. Çünki bu məktəb, qeyd etmək istəyirəm ki, Üzeyir Hacıbəyli prospektində yerləşir və bu küçədə yaranmış vəziyyət həm məktəblilər üçün, həm sürücülər üçün, həm sakinlər üçün ciddi problem yaradır. Bax, görürsünüz də nə qədər çuxur var burada. Heç inana bilmirəm ki, bu vəziyyət Gəncə şəhərindədir. Niyə? Çünki Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının, birinci vitse-prezident Mehriban xanımın diqqət və qayğısı nəticəsində Gəncə şəhərimizdə 2025-ci ildə böyük işlər aparıldı. Asfalt örtükləri dəyişdirildi, küçələr abadlaşdırıldı, yeni idman sarayı, stadion tikildi və gəncəlilərin, necə deyərlər, sərəncamına verildi. Lakin bu yol yaddan çıxıbdır. Bu yolda aparılan işlərdən sonra asfalt örtüyü salınmayıbdır. Eyni vəziyyətdə, bax, sizə bir daha nəzərinizə çatdırıram. Bu küçə Asan Xidmətə Heydər Əliyev prospektinə gedən magistral yola çıxır. Görürsünüz də, yağış yox, qar yox, ancaq yol palçıq, su. Niyə? Çünki bu yolda heç bir təmir işləri aparılmayıbdır. Və ona görə də həftələrlə yağan yağışın suyu burada aylarla qalır və necə deyərlər, palçıq insanların hərəkəti üçün, maşınların hərəkəti üçün problem yaradır. Maşınlar çuxura düşməməkdən ötəri qarşıdan gələn maşınların yoluna çıxırlar. Bu da təhlükə yaradır. Yəni, bax, bu gördüyümüz çuxura maşınlar düşməməkdən ötürü indi siz özünüz görəcəksiniz. Məcburən qarşıdan gələn maşının, necə deyərlər, yoluna çıxırlar. Görürsünüz, öz yoluna maşın hərəkət eləmir. Niyə? Çünki bir daha qeyd edirəm ki, heç kim istəmir ki, maşını çuxura düşsün və sıradan çıxsın. Bakubusun 10 saylı marşrutu buradan hərəkət edir. Bax, görürsünüz, o da öz yolundan çıxıbdır. Onun yolu deyil. O, qarşıdan gələn maşının yoludur. Ancaq məcburən bu yamaya düşməməkdən ötürü gördüyünüz kimi yol hərəkət qaydalarını pozmağa məcbur olur. Qeyd etdiyim kimi, Dərman dairəsindən, Üzeyir Hacıbəyli küçəsindən artıq 4 yola gəldik, çatdıq. Yəni, yol boyu yolun vəziyyəti haqqında sizə məlumatı verdim və bu da 4 yol. Gördüyünüz kimi, bax, buranın özü də bərbad vəziyyətdədir. Artıq 4 yola çatandan sonra demək olar ki, hər yerdə asfalt örtüyü vardı və elə bir ciddi problem yoxdur. Ona görə də xahiş edirik ki, Üzeyir Hacıbəyli küçəsindəki yaranmış mövcud vəziyyətlə əlaqəli aidiyyəti qurumlar lazımi tədbirlər görsünlər. Hörmətli tamaşaçılar, verilişimiz sona çatır. Bir daha qeyd etmək istəyirəm ki, bugünkü verilişimiz Gəncə şəhərimizdəki yollara həsr olunmuşdur və xüsusən də Dərman klubundan 4 yola qədər Üzeyir Hacıbəyli küçəsindəki yaranmış kritik vəziyyətdən sizlərə verilişimizi təqdim etdik. İndi isə mən sizlə xudafizləşirəm və gələn görüşlərə qədər deyirəm, özünüzü və yaxınlarınızı qoruyun, sağ olun.